Hər kəsə salam. 2025-i xilas edirəm gün 20-yə xoş gəlmisiniz. Artıq bu 30 gün 30 fərqli mən marafonumuzda sadəcə 10 günümüz qalıb və bununla da marafonumuz başa çatacaq və biz də 2026-ya qədəm qoymuş olacağıq. Bu gün Vision Board-da nə kimi panolar hazırlamaq olar, onunla bağlı bir video çəkmişəm. Məsələn, mən panoları əvvəlcədən hazırlayıram, sonra onları xəyal panomda oradakı şəkillərdən rahatlıqla istifadə edirəm. Ona görə bunu birinci hissə olaraq əlavə eləmək istədim. Bir də sırf xəyal panomu hazırlayanda onu da sizinlə birgə həll qurmaq üçün video çəkəcəm. Ona görə başlayıram kateqoriyalara bölməyə. Orada da kateqoriyalara böldükcə hərəni öz, necə deyim, qovluğuna bir növ qeyd edirəm ki, orada qalsınlar. Mən necə bölmüşəm? Mən əsas 10 hissəyə bölmüşəm. Yəni mənə görə xəyal panosunda olması lazım olan 10 kateqoriya bunlardan ibarətdir. Birinci kateqoriyaya aiddir sağlamlıq. Yəni sağlamlıqla bağlı ağlıma hər nə gəlirsə, onları həmin panoya qeyd edirəm. Məsələn, bura nə aiddir? Məsələn, müəyyən bir ideal kilonuz var ki, ora çatmaq istəyirsiniz, o. Yuxu rejimi, düzgün 8 saatlıq yuxu rejimi, sağlam həyat, qidalanma xüsusilə, su, idman və bununla bağlı məni motivasiya edə biləcək hər şeyi sağlamlıq panosuna qeyd edirəm. İkinci kateqoriyaya aiddir şəxsi baxım. Məsələn, üz baxımı, saç baxımı, bədən baxımı, məni yaxşı hiss elətdirəcək ambiyans, yəni elə bir ortam desəm daha düzgün olar. Məsələn, journaling, onların hamısını bura əlavə eləyirəm. Yəni ümumiyyətlə şəxsi baxım deyəndə bədənimlə bağlı görmək istədiyim hər şey, məsələn, şüşə kimi bir üz, upuzun saçlar, ya da sağlam bir vücud, istədiyim formada olan bir vücud və ümumilikdə xəyali mənə çatdıra biləcək həmin nə şəkillər varsa, hər birini bu panoya əlavə eləyirəm. Sonrakı panomuz şəxsi inkişaf panosudur. Şəxsi inkişaf panosunu nələrə aid edirəm mən? Məsələn, müxtəlif kursların sertifikatını qoyuram. Ondan sonra məsələn, müxtəlif çıxışlardan şəkillər axtarıb tapıb onları qoyuram. Kitablar qoyuram, musiqi playlisti qoyuram. İndi açıram bunları niyə? Məsələn, müxtəlif kursların sertifikatını qoyanda mən o şəkili, yəni o xəyal panosunu gördükcə yadıma düşür ki, hə, belə bir kurs alsam, məsələn, belə bir sertifikat da əldə eləyərəm. O kursu da dəyərləndirməliyəm. Bu da mənim şəxsi inkişafıma kömək eləyər və s. Niyə danışıq qoyuram? Çünki insanlar özünü ifadə eləmədən necə sosiallaşa bilərlər? İstəyirəm ki, məsələn, elə bir tədbirlərdə, elə bir ya da görüşlərdə iştirak edim ki, orada öz fikrimi rahatlıqla söyləyə biləcək bir insan halına çevrilim. Yəni məni o şəkildə motivasiya eləsin. Digər bir tərəfdə məsələn çoxlu kitab qoyanda, hə, o şəkillər belə məni motivasiya etməyə yetir ki, bu il görüm neçə kitab oxuyacağam. Ay mən yenə kitab oxumalıyam. Bu il bu qədər çox kitab oxumalıyam və s. Musiqi isə mən düşünürəm ki, insanın hər musiqi janrından sevdiyi bir tip olmalıdır. Bu təbii ki, mənim şəxsi düşüncəmdir. Amma məsələn, mən playlistlər hazırlamağı çox sevirəm. Caz playlisti, klassik musiqi, pop, rock və s. Düşünürəm ki, yəni musiqinin dili yoxdur. Dili olmadığı kimi janrın da böyük bir əhəmiyyəti yoxdur. Sadəcə qulağına xitab edən formanı tapmalısan və mən də axtarıram həmin o xitab edən formanı və başlayıram onunla bağlı playlistlər hazırlamağa. Yəni ümumilikdə mənim şəxsiyyətimi bayaq bədənimlə bağlı, xarici görünüşümlə bağlıdırsa, bu da sırf beynimin formalaşması ilə bağlı olan hissədir ki, beynimi tərbiyə edirəm bir növ. Yəni bu pano motivasiya əhəmiyyəti mənim üçün bundan ibarətdir. Dördüncü panom isə inanc, mənəviyyatla bağlı olan hissələrdir. Burada xüsusi dualara üstünlük verirəm ki, orada olsun. Mən onu hər dəfə oxuyanda yenidən şükür eləyə bilim və şükürlə bağlı da əlavə, məsələn, mən düşünürəm ki, yəni məsələn 777 və s. 333 kimi rəqəmlər də təbii ki, uğur gətirir inanan üçün. Hər şey inancla bağlıdır. Amma mən onların əvəzinə daha çox dua, şükür, məmnuniyyət kimi, yəni sırf öz ruhuma xitab edən şeylər qoymağa daha çox üstünlük verirəm. Ona görə hazırladığım panolardan 4-cü kateqoriyada da inanc mənəviyyat panosu olur ki, orayla bağlı, yəni oranı oxuyanda belə deyim, daxili hüzur. Yəni bayaq bədənimi şəkilləndirdim, sonra beynimi şəkilləndirdim, indi də ruhumu şəkilləndirirəm bir növ. Yəni bu panonun xüsusi əhəmiyyəti ondan ibarət. 5-ci panom münasibətlərlə bağlıdır. Məsələn, bura dostluq, ailə, artıq sizin üçün münasibət deyəndə ağlınızda nə canlanırsa, o aiddir. Burada məsələn yaxşı vaxt keçirmək üçün xüsusilə məsələn partilər olan hissəni qoyuram ya da ki, ailəm xoşbəxtdir, yanımdadır, bir yerdəyik. Məsələn, belə daha çox dua xarakterli yenə bir növ, eyni zamanda baxanda yenidən şükür elətdirəcək münasibətlər panosu hazırlayıram. Digər bir panom akademik panodur. Bu təbii ki, oxuyan tədbiri üçün, tələbə şagird olmaq üçün akademik pano olduqca əhəmiyyətlidir. Bura qiymətlərlə bağlı və bu il
yəni 2026-da inşallah məzun olacağam. Məzuniyyətlə bağlı və məzuniyyətimə kömək eləyəcək dualar hətta, məsələn, orada ortalama və s. bunları da qeyd edirəm. Növbəti panom iqtisadi panoda bunu adlandırmaq olar, ona həsr eləmişəm. Bunun məqsədi nədir? Pul, qənaət, yığımcılıq və s. ümumiyyətlə gərək ki, Allahdan çox istəyəsən ki, o da sənin istəklərinə cavab versin. Ona görə də nə istəyiriksə, onu tez-tez Allaha arzu eləyirik, o da gerçəkləşdirir deyə iqtisadi bir panoya da ehtiyacımız var. Digər bir pano isə ümumilikdə deməli tədbirlərlə bağlı, yaşamla bağlı olan bir panodur. Bura nə aid? Məsələn, konsertlər, festivallar, tədbirlər, opera, balet, teatr və s. kimi, yəni dünya görüşümü artıracaq, ruhumu oxşayacaq, gözlərimi oxşayacaq, həm də məni belə deyim, insan əgər səviyyə düşürsə, bir üst səviyyəyə daşıyacaq. Yəni dünya görüşü cəhətdən bir üst səviyyəyə daşıyacaq hissədir. Və digər bir panom da bağlıdır hobbilərlə. Bu nə qəribə cümlə oldu. Nəysə, hobbi panolarına nə aiddir? Məsələn, artıq nə ilə məşğul olursunuzsa o. Mən bu il əslində gitara çalmağı öyrənmək istəyirəm. Ona görə hobbi panoma gitara da əlavə eləmişəm. Bilmirəm nə qədər vaxtım olar onu öyrənmək üçün olmaz, amma yenə də əlavə eləmişəm. Ən azından motivasiya eləyər. Bəlkə vaxtım oldu və alanda. Və sənən digər bir tərəfdən ora keramik qablar qoymuşam, rəsm qoymuşam. Yəni kitab oxumağı ora da qoymuşdum. Çünki niyə də olmasın, nə qədər çox, o qədər qəşəng. Və hobbi panom da bundan ibarətdir. Ondan geri bir də burada gördüm məsələn, dil panosu qoymağı unutmuşam. Əslində sertifikatları ora əlavə eləmişdim, səhv xatırlamıramsa, amma dil panosu qoymağı unutmuşam. Məsələn, bir də xarici dillə bağlı bir pano qoya bilərəm ya da hobbilərə məsələn əlavə edə bilərəm. Bir də belə mərhələli hazırlayanda daha yaxşı olur. Çünki il sonuna kimi ağlıva gəldikcə ki, nələr əlavə eləmək istəsən, gəlib əlavə edə bilirsən və sonda ümumi bir panonu hazırlayanda rahat istədiyin hər bir şey orada açıq-aydın görmək olur. Bu günü sizlə bölüşmək istədiklərim bu qədər idi. Sabah görüşərik. Sağ olun.